Almada dəmir yoxdur. Bu nə danışır? İllər boyu bilmişik ki, almada dəmir var. Bəs almada dəmir olmasaydı, biz onu kəsəndə o qaralardımı? Bütün həkimlər deyir almada dəmir var, amma bu həkim deyir almada dəmir yoxdur. Deyəsə bunun başı çıxmır deyə çoxsaylı rəylər gəlib. Belə ki, dəyərli izləyicilər, hər birinizin fikri bizim üçün çox dəyərlidir. Biz tənqidlərə də açığıq. Amma almada dəmir varsa, onu deməkdən də çəkinmərik. Amma reallıq budur ki, almada dəmir yoxdur və ya yox səviyyəsindədir. Alma dəmirlə zəngin olan qidalar siyahısında deyil. Bəs almanı kəsəndə qaralır, o dəmir deyilsə nədir? Deyirsinizsə, almanın tərkibində olan bir ferment var ki, bu ferment biz onu kəsdikdə havadakı oksigenin təsirinə oksidləşərək rəngi tündləşir, qaralır. Yəni ki, o qaralan vasitə dəmir yox, almanın tərkibində olan bir fermentdir sadəcə. Alma yemək orqanizm üçün çox faydalıdır. Alma vitaminlə çox zəngin olan bir qidadır. Hətta gündə bir alma ye, həkimə düşmə deyə bir deyim də var, haqlısınız. Amma bu demək deyil ki, almada dəmir var. Alma vitaminlərlə çox zəngin olan bir meyvədir. Almanın tərkibində bol selüloza bağırsaq fəaliyyəti üçün çox faydalıdır. Hətta bağırsaq fəaliyyətini yaxşılaşdıraraq kolon kanser riskini də azaldır. Almanın tərkibində olan vitamin C immuniteti artıraraq uşaqların xəstəliyə dayanıqlılığını artırır, iştahını açır, amma qanını artırmır. Almada nə varsa, bol vitaminlər, faydalı elementlər, bol selüloza, amma dəmir yox səviyyəsindədir. Bunu bilməkdə fayda vardır. Mövzu haqqında ətraflı məlumat və əlaqə üçün 055 703 27 79 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.